Salamlar dəyərli izləyicilərimiz. Bugün çox maraqlı bir mövzumuz olacaq. Diqqətiniz bizdə olsun. Oftalmo hipertenziya nədir? Oftalmo hipertenziya gözdaxili təzyiqin yüksəlməsidir. Əsasən qlaukoma, qara su xəstəliyində gözdaxili təzyiq yüksəlir. Lakin bu diaqnozu qoymaq üçün təkcə gözdaxili təzyiqin yüksəlməsi kifayət deyil. 3 faktor olmalıdır. Gözdaxili təzyiqin yüksəlməsi, göz dibində görmə sinirinin ekskavasiyasının genişlənməsi və görmə sahəsində qlaukomaya uyğun dəyişikliklərin, daralmaların olması. Əgər bu 3 əlamət varsa, bu zaman qlaukoma diaqnozu qoyuruq. Əgər bu 3 əlamətdən hər hansı biri yoxdursa, o zaman diaqnozumuzun adı olur oftalmo hipertenziya. Gözdaxili təzyiq müxtəlif səbəblərdən yüksələ bilər. Bu, orqanizmdə gedən hər hansı bir xəstəliklər zamanı istifadə olunan dərmanların əks təsiri, gözə damladılan bəzi damlaların əks təsiri kimi travmalar, kontuziyalar zamanı baş verə bilər. Hətta bir sıra iltihabi proseslər zamanında müvəqqəti olaraq gözdaxili təzyiq qalxa bilər. Bununla yanaşı, şəkərli diabet zamanı gözdaxili qansızmalar olduqda da gözdaxili təzyiqimiz yüksələ bilir. Əgər bu hal aşkarlanıbsa, mütləq müalicə olunmalı. Bu pasientlər nəzarətdə olmalıdırlar. Əvvəlcə yüksək doz hipotenziv damlalar təyin edirik, sonra nəzarətlə bu damlaların intensivliyini azaldırıq və tam təzyiq normallaşana qədər pasienti nəzarətdə saxlayırıq. Bu və digər mövzularla videolarımız davam edəcək. Bizi izləməyi unutmayın.